Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Salam əziz və dəyərli Hadi TV 3 kanalının tamaşaçıları. Axşamınız xeyir olsun. Hər birinizi Hidayət Çeşməsi verilişində xoş gördük. Hər axşam olduğu kimi bu axşamda siz əzizlərin evlərinin qonağıyıq. Gözəl, elmi və maraqlı bir mövzu ilə gəlmişik. Bildiyiniz kimi Hadi TV 3 kanalında hər axşam bu vaxtı biz Qurani-Kərimdə olan ibadət haqqında söhbət edirik. Neçə vaxtdır ki bu mövzu haqqında söhbət olunur. Çox maraqlı mövzular var Qurani-Kərimdən əldə olunası. Sədəqədir, duadır, namazdır, zəkatdır. Bunlar necə ibadət sayılır ki, bunlar haqqında ətraflı söhbət etdik. Keçən verilişimizdən biz Qurani-Kərimin özünü tilavət eləmək, oxumağın nə qədər savabı olduğu haqda və necə ibadət sayıldığı haqda Quranın özündən ayələr oxundu, izahlar verildi. Çox maraqlı nüanslar var idi. Birini də elə veriliş başlamamışdan öncə xatırladım. Qiraətlə tilavētin fərqi nədən ibarətdir? Bunu da əgər keçən verilişlərimizə baxsanız, cavabını bilərsiniz. İncə nüans var idi. Bugünkü verilişimizdə də yenə bu mövzunu davam etdirəcəyik. Yeri gəlmişkən bizi YouTube və Instagram platformasından izləyən dəyərli tamaşaçıları da salamlayırıq. Axşamınız xeyir olsun deyirik. Və ekranda gördüyünüz nömrə vasitəsilə çox rahat şəkildə suallarınızı bizə göndərə bilərsiniz. Çalışağın suallarımız mövzuya uyğun olsun, amma dini çərçivədə istədiyiniz sualları bizə yönəldə bilərsiniz. Mən vaxt itirmədən studiyamızın çox dəyərli qonağını sizə təqdim edirəm. Verilişimizin qonağı hamınızın da tanıdığınız bizim çox dəyərli alimimiz Höccətül İslam və Müslümin Ustad Sayvar ağadır. Ustad, mən sizi salamlayıram. Çox xoş gəlmisiniz. Necəsiz? Aleykümselam və rəhmətullah. Mən də əziz tamaşaçılara sizə hörmətli cənaba salam ərz edirəm. Aleykümselam və rəhmətullah. Allah sizin kimi dəyərli alimləri qorusun. Ustad, Qurani-Kərimi oxumağın özü necə ibadətdir? Buyurun, qaldığımız yerdən davam edək. Bismillahirrahmanirrahim. İbadətlərin biri ki, Quran tövsiyə edibdir. Biz o ibadəti yerinə yetirək. Quran oxumaqdır. Fəqrəu ma təyəssərə minəl Quran. Nə qədər bacarırsınız, Qurandan oxuyun. Ya bəzi ayələrdə var, fətlu, təlavət edin. Ma unzilə minəl kitab. Bəs Quran özü bizə öhdəmizə qoyur, bizə tapşırır, tövsiyə edir ki, Quran oxuyaq. Nə qədər bacarır. Və hədislərimizdə də Quran oxumağın müxtəlif səbəbləri var. O cümlədən insan həqiqi Quran oxusa, həqiqi Quranda budur ki, insan oxuya, başa düşə, əməl edir. Yəni bu üç mərhələyə deyirlər həqiqi Quran oxumaq. Qiyamət günü deyəcəklər, oxu çıx yuxarıya. Cənnətin dərəcələri Quranın ayələri dərəcələri qədərdir, Quran ayələri qədərdir. Hər ayəni insan yaşaya bilsə dünyada, oxuyub, əməl edə bilsə, qiyamətdə də bir dərəcə gedəcək yuxarı. Ustad, bəziləri var Quran oxuyanmır, amma o Quranın ayəsinə də baxırsan ki, həyatında əməl edir. Elə o Quranı həyatına geçirməkdir. Bəli. Onlara da şamildir də? Onlara da şamildir. Amma yenə də Quran oxumağın özünün səvabı var. Yəni, fərq edir təkcə əməl eləməklə, ya oxuyub əməl eləmək. Çünki biz fəqət batin bəhsimiz yoxdur. Zahir və batin bəhsimiz. İkisi bir yerdə. Hər olmalıdır. Yəni, bu sufilərdədir, təsəvvüfdadır ki, tək bəzə batin. Batinə əhəmiyyət verirlər, zahirə yox. Zahirdə gərək təmiz ola, batində. Zahirdə gərək salim ola, batində. Bəzilər deyirlər, yox, mən elə hər nə cür ürəyim istəyir elə olum da, yox, Allah deyən kimi zahiri də gərək qoruyasan. Allah o zahiri də səndən istəyir. Məsələn, hamiyə deyir, qibliyə namaz qıl. Eyni halda ki, Allah qiblədə deyir ki, Kəbədə deyir ki, fəəynəmə tuvəllu fəsəmmə vəcullah. Allah özü buyurur. Hər tərəfə üst çevirirsiniz, Allah özüdür. Yəni sən
həqiqi mənada Allah cismidə, maddədə sən qibliyə tərəf çevriləndə Allaha tərəf çevrilirsən. Bu həqiqi mənada. Amma Allah-u Teala bu xatirəsi insanlar ibadətdə ictimai bir baxışda olsun. Bəli, nəzm-intizam olsun ictimai. İctimada hamı bir yerdə ibadət edəsin. Hamı bir tərəf ibadət edəsin. Yapışın Allahın ipindən cəmiən. Hamımız bir yerdə. Fə'təsimu bihablillah cəmiən. Yəni bir budur ki, insan Allahın ipindən yapışa ayrı-ayrı. İnsan Allaha ibadət ediyor ayrı-ayrı. Deyir, yox, hamımız bir yerdə Allaha ibadət edin. Bu vəhdət baş tutsun, bu birlik baş tutsun, bu ictimai bir Allaha ibadət baş tutsun. Bunun da böyük mənəvi və ictimai bərəkatı var insan cəmiyyətinə. Ona görə bir dana bir tərəfə, zahirin deyib bir tərəfə. Hamı qibliyə tərəf. Amma batində bəli, özü Quranda buyurur, فَاَيْنَمَا تُوَلُّ فَسَمَّ وَجْهُ اللّٰهِ. Qiblalələrin yanında da bu ayət ki, Allah-u Teala Beytül Müqəddəsdən Kəbiyə çevirir. Sonra deyir, Allahın məkanı yox da. Amma yenə də istəsəz namaz qılasınız, qibliyə, Kəbiyə tərəf namaz qılın. İçsin cəm eləyibdir. Yəni həm batini baxışı, həm zahiri baxışı. Qur'anın qəraəti oxumaq da özü tövsiyə olubdur. Qur'anın hətta üzünə baxmaq da tövsiyə olubdur. İnsan mümkündür, hələ bir mərhələdə Qur'anı bacarmır oxusun. Deyir, mushəfə baxsan savabı var. Aha, eləcə baxasan. Baxarsan. Ona görə bu cəhətdədir ki, Qur'an müsəlmanların gündəmində qalsın. Stol üstü kitabına çevrilsin. Və oxumalı bir zaddır. Taxtçıya qoymalı, təkcə öpbəli kitab deyil. Oxumalı kitabdır. Bu xatirədir ki, oxuyun. Yəni açın üzünə baxın, bu müqəddimədə də yavaş-yavaş bunu nə etməyə? Oxumaq. Mən keçən cələsə Qur'an şinaslıq biraz bəhs elədik ki, Qur'anın özünə də biraz tanıyaq. Düz. Bu gün də bir ayə var Vaqiə surəsində, buyurur ki, İnnəhu ləqur'anun kərim fi kitabin məknun la yemussuhu illəl mutəhharun. Deyir, bu bir kərim Qur'andır. O Qur'an içi var. Qur'anda bir o var, bir bu var. İnnə hazəl Qur'an. Bu Qur'an, zalikəl kitab. O kitab. Bunun özünün bir gərək bir mənası olar. Ya inna ənzəlnahu. Biz onu nazil elədik. Məlumdur, Qur'anın bir həqiqəti yuxarıdadır. Ona işarə edəndə deyirik o. Vaxtı nazil olur, paltar, dil paltarına girir, söz paltarına girir. Məna sözə çevrilir. Sözə çevrilir. Ənzəlnahu Qur'anən ərəbiyyən, yendiririk onu. Ərəbi paltar girdirik biləsinə, onda olur bu. Bu nələr qeydəci yox. Deyir, o bir Qur'andır kərim. Kərim, Allah-u Teala özünə də bu nisbət verib, mən kəriməm. Rabbikəl kərim. Kəramət sözü bizim dilimizdə bir bəsit tərcümə olmaz. İzaha ehtiyacı var. Böyük mənasında deyil. Alicənab mənasında deyil. Yəni neçə kəlmə gəlib qoysan bir-birinin yanına, deyək bu kəramətdir, bu kərimdir. Ta o mənanı çatdır. O mənan. Səxi mənasında deyil, səxavətdir, əl-açıq. Hamısı yığışa bir yerə. Bir nəfər alicənab ola, əl-açıq ola, insanlara hörmətlə inana, məhəbbətlə baxa. Buna deyirlər, bu kərimdir. Qarşılıqsız eləyə bir şey eləyəndə. Bu əzim, böyük adam. Amma kərim ayrıdır. Kərim böyük mənada deyil. Böyük mənada ayrı bir nəsində bir ayrı bir sifətlərdə olsa olar kərim. Hər böyük kərim deyil. Düz. Mümkündür biri bir böyük bir əzəmətli insan ola. Amma səxavətli olmuyor. Kərim olmuyor. Kəramət bir, deyir, bu Qur'an kərimdir. Kim bu Qur'andan üzbəyiz olsa çox zatlar ala bilər.
Düz. Bu bir dənizdir, bir okyandır. Nəhu la Qur'anun Kərim. Niyə Qur'anun Kərimdir? Çünki Rəbb Allahın Kərimdir onun tərəfindəndir. O mələkləri ki Kərimdilər, onlar gətiriblər. O Rəsuli ki Kərimdir, ona nazil olubdur. Axı o Quran dediniz. Bu Qurana da aiddir o. Bu Quran da gəlib də, bu onun nazilidir, tənəzzülüdür. Yəni nazil olunmuşu da odur da. Bəli. Yəni o yuxarıda Nədirsə bu da odur. odur, fəqət qilzəti fərq eləyir. Yəni biri qəlizdir, biri biraz sadədir. İnnehu la Qur'anun Kərim fi kitabin məknun. Bir gizli kitabın içindədir. Yəni Quran hələ Peyğəmbərin qəlbinə nazil olunmamışdan əvvəl gizli kitabın içindədir. İndi Loh-u Məhfuzdur, nədir? La yamussuhu illal mutahharun. Onu toxunmaz ona məgər paçlar, mütəhhərlər. İndi bu mənələsəydik nazil olunmuş Quran ki, bəzi müfəssirlər o cür mən eləyiblər. Burada mən eləyəcəkdik, bu Qurana toxunmaz, məgər dəstəmazdılar. Təharət ki, bəzilər bu cürdə mən eləyiblər. La yamussuhu illal mutahharun. Yəni Qurana əl vuranda gərək nə edəsən? Dəstəmazın olar. Kim Quranla istəyir təmas tapsın, hətta qəraət oxuyanda da dəstəmazlı olmalıdır. Vəli müstəhəb. O birisi vacibdir. Bu ayə genişdir mənası. Yəni Quranla istəsən əlaqə yaradasan, bir toxunma əlaqəsi var. Onda dəstəmaz almalısan, vacibdir. Əlaqə yaradasan, oxuyasan, onda dəstəmaz almaq müstəhəbdir, qəraətdir. Bir mənası bu maddi aləmə aiddir. Bu indiki bir mənası da yox. Quranın o muhtəvası, o Loh-u Məhfuzda olanı, o Quranın həqiqəti, deyir, onu paç olmasan başlatmasan. Quranın bir zahiri qəti var. Bəli, bir batini qəti. Ədəbiyyatla o zahiri qəti mümkündür. Deyəsən, bu kəlmədir, bu əmridir, bu geçmiş zamandır, bu gələcək zaman. Amma Quranın o həqiqəti ilə istəyəsən, əlaqə yaradasan, yəni qəlbən paç olasan. İnsan paç olmasa çıxmaz yuxarıya. Bəzi maarif var. O maarif kərimdir. Kərimin bir mənası da budur. Bir sıra balıqlar var. Tez-tez tutanmasan. Yəni belə gəl, sən rahat şəkildə tutasan. Ona da kərim deyərlər. Yəni kəramət budur ki, bu sadə məsələlərə girişməz. Hətta rəftarda da bir insan kərimdir, xırdalıqlara girməz. Bir heyvan, bir balıq kərimdir, xırdalıqlarda tez tutulmaz. Düz. Bu amalı yuxarıdır. Burada da deyir, bu Quran kərimdir. İstəsən bununla ünsiyyət tapasan, paç olasan, çıxasan biraz yuxarıya. Hələm əlvəd gəlməz. Yəni insan ərəb şinaslıqla Quran şinas olmaz. İnsan hətta ədəbiyyatı cinə biyazda oxusa, cinə Quran şinas olmaz. Həqiqəti Quranla insan istəsə tanış olsun, gərək paç ola. Gərək paç ola, içəridən biyaza təmizlənə. Ona görə Quran deyib, Quranın müfəssirləri Əhl-i Beytdir. Harada deyir? Əhzab surəsində deyir, sizi Allah paç edib, mutəhhər edibdir. Vaqə surəsində deyir ki, la yamussuhu illəl mutəhhər. Qurana toxunmaz məgər mutəhhər. O ayədi mutəhhər Əhl-i Beytdir. Bu ayədi Quranın həqiqətini istəsə bir nəfər tanış olsun, gərək mutəhhər ola. Bu ayə fərdin görsədir. O Əhzab surəsi 33. Bu ayədə qanunun görsədir. Sonra vurur tənzilun min Rabbil aləmin. Quran nazil olubdur kimin tərəfindən? Rabbul aləmin. Xob, Quran eləyə bilərdi desin tənzilun minəllah. Bəli. İstəyəsin ki, Quran Rəbbi kitabıdır. Mürəbbidir. Yəni Rəbbi tərəfindən gəlibdir. Yəni istəyir neyləsin? İnsanları becərtsin. Aləm üçün, aləmin özü də tənzilun min Rabbil müminin yox, min Rabbil aləmin. Bütün aləmlər. Yəni Quranın mesajı hamı üçündür. Ona görə zikra lil bəşər. Bəşər üçün Quran xatırladı. Tənzilən lil aləm. Düz. Bu
bir alimin bir gözəl misalı var. Deyir ki, əgər məsələn deyirik ki, bir təbib dəst deyir. Heç soruşmasaq da nə mənə dəst deyir, başa düşürük bu sifətindən. Nə dəst deyəcək? Tibb dərs. Tibb dərs deyəcək. Bəli. Bir memar dəst deyir. Bəli, memarlıqdan dərs deyir. Bu Rabbul Aləmin tərəfindən nazil olur, yəni Rəbbi kitabıdır. Yəni becətmə kitabıdır. Adından məlum. Adından məlum. Onu demirik, məsələn, Qəffar tərəfindən nazil olubdur, Səttar tərəfindən nazil olubdur. Yox, Rabbul Aləmin tərəfindən nazil olubdur. Ya bir ayədə var, Surə-i Ələqdə Allah-u Teala bir ayrı deyir ki, Ələq surəsində İqra bismi Rabbikəl o Ələqi gətirim. Buyurur ki, İqra bismi Rabbikəl-ləzi xələqəl insana min ələq. İqra və Rabbukəl əkrəm. Deyib, Quranı oxu. Və sənin nəyindir? Əkrəm Rəbb. Yəni, daha kəramətli Rəbbin tərəfindəndir. O Quran ki, daha kəramətli Rəbbin tərəfindəndir, mənası budur ki, həm istəyir Rəbbilik eləsin, həm dərsi kəramət istəyir versin. Həm insanı istəyir becərsin, neçə növ becərtmək olar. Amma nə cür becərsin insanı? Ali cənablıqla becərsin, kəramətlə becərsin. Bunlar Quranın məqsədini də göstərir. Bəs bu ayədə bir dənə nüktə ələ gəldi. O da budur ki, Quran adi kitablarla fərqi var. Adi kitablar elə yerdədir. Çünki müəllifi də elə yerdədir. Amma Quranın bir tərəfi yuxarıdadır, bir tərəfi aşağı. Bir tərəfi aşağıdadır. Çünki müəllif yuxarıdadır. Müəllif yuxarıdadır. Ona görə bəzi hədislərdə var, Quran Hablullahdır. Çünki bu ipin bir tərəfi Allahdadır, bir tərəfi bəşərdədir. Düz. Ona görə bizim vəzifəmiz Qurana nisbət iki şeydir. Bir ki, bu Qurandan yapışmalıyıq. Elə bir Allahdan yapışdı. Bir də bu Qurandan yuxarıya çıxmalıyıq. Yapışmalıyıq, hər dərəcədə yox, hər vəziyyətdə yox, yapışmalıyıq da zəlalətdən qutulaq. Azmaşdan qutulaq. Çünki Quranın məarifi bizə azmışdan qutarır. Fəqət yapışmaq deyil. Bu Quranla da insan eləyə bilər nəsin? Mərhələ yetişsin. Çünki bu Quran bir ipi Allahın tərəfindədir. Allahın yanındadır. Surə-i Zuxrufda da buna oxşar bir sözlər var. Buyurur ki, Hamim vəl kitabil mubin. And olsun bu kitaba ki mubindir. Mubin yəni mənə? Yəni aşkar, aydın. Quranın möcüzələrindən biri budur ki, Quran eyni halda ki möcüzədir, hamı üçündür. Məsələn, bu çətin sözdür, hamı üçün gələ. Zamansız, tarixsiz gələ. Hamı üçün olmağı özdə bir daha bəhsidir. Nədən olub, hamı üçün olubdur. Alim də istifadə edir, filsof da istifadə edir, adi şəxsi də, ziyalı da eləyə bilər bu Qurandan. Niyə? Quran bir üslublar seçib, o üslublarda hamı eləyə bilir, bundan faydalansın. Nəsə vəl kitabil mubin. Məsələn, bir üslubların biri Quran maarifini hekayələrin içində deyir. Maarifini misallarla deyir. Bunlar hamısı, bu neçə növ bu cür üslublar vardır ki, olur kitab-ı mubin. İnna cəəlnahu Qur'anan ərəbiyyən. Ayə əcibdir. Biz onu ərəb elədik. Bəs bir o var ki, onu biz qərar verdik, Qur'an-ı ərəbi. Əslində onda ərəbi deyil. Ərəb əslisi Allahın nəzdində özü deyir də və innəhu fi ummil kitab lədəynə ləəliyyun həkim. Hələ Qur'an-ı ərəbi olmamışdan qabaq bizim nəzdimizdə lədəynə, yəni bizim nəzdimizdə. Nə cür idi? Uca idi, hikmətli idi, əliyyun həkim idi. Hələ ləfzə girməmişdi, paltara girməmişdi. Mən buna bir misal vursam, baxın, bir böyük bir şəxsiyyət zehnində bəzi məlumatlar var. Hələ yazmayıbdır. Kitab halına salmayıbdır. Ləfzə danışmayıbdır. Amma məlumat olaraq harda var idi? Zehnində. Sonra bunu gəlir, çıxış edir, ya kitab halına salır. Yazı halına salır. O mümkündür, bu xatirə ki, qulaq asanları da
öz səviyyəsində deyil, onu çıxış eləyəndə biraz neyniyə? İndir aşağı. Endirə. Onlar nuzul. Məsələn, nuzul sözü mənası budur. Bəli. Nazil olub, yəni yenib biraz aşağıya. Aşağı. Nazilin mənası budur. Ki, insan döcürdür. İnsan da nazil olubdur. O cərəyanı Adəmdə də Allah göstərir ki, insan o yerdən nazil olub ki, gedə bilər ora. İnsan behişdən nazil olub yerə. Bəli. Hubutun mənası budur. Hər halda buyurur ki, inna cəəlnahu Qur'anan ərəbiyyən. Biz bunu ərəbi paltarı girdirdik, amma o əslidə dili ərəbi dil deyil, dili fitrət dilidir. O ucadır, maarifi və hikmətlə doludur maarifi. O ki, Qur'anı beynəl xəlqi eləyir, dili deyil ərəb dili olmağı, beynəl xəlqi eləməyi ülvi maarifidir və hikmətli maarifidir. Yəni bəzi mən adi kitablarda da belədir ha. Belə deyək ki, məsələn bir dana böyük bir şair çün filan dildə yazıb olub beynəl xəlqi. O dil paltarıdır. Amma çün o dildə yazıb beynəl xəlq olmağına sübut deyil. Çün onun içində elə maarif deyib ki, olub hikmət. Nizami Gəncəvinin beynəl xəlqi olmaqlığı bu xatirə ki, içində hikmət danışıb. İndi hər dildə danışıb. Hafizin çün içində hikmət danışıb, içində incə maarif danışıb. O muhtəvadır, o maarifdir ki, o kitabı, o əsəri neynir biləsinə? Beynəl xəlqi eləyir. Əlbəttə, incə sənətlığın da təsiri vardır. Amma o ki, bəşəri maarifini beynəl xəlqi eləyir, o maarifdir. Quranda otur. Quran da deyir, bəli, bu Əliyyun Həkim. Quran nə mənədir? Ülvi sözləri var və hikmətli sözləri var. Quranın bir adı Həkimdir. Çünki hikmətli sözdür. Bu ayədən də göstərir ki, bundan əvvəl ki, Quran nazil ola, yenə əşaya, yuxarıda Quran bir Əliyyun Həkim kimi sifətdə var idi. Maraqlısı budur ki, bu Əliyyun Həkim Allahın əsma-i hüsnasındandır. Amma Allah burada kimə nisbət veribdir onu? Qurana. Qurana. Demir Əliyyun Həkimdən nazil olub. Deyir, bu Quran Əliyyun Həkimdir. Bu Əli yəni ülvi, Həkim yəni hikmətdir. Bu həm Allahın sifətlərindəndir. Allah Əliyyun Həkim və Allahu Əliyyun Həkimdir. Həm Qur'anın sifətlərindəndir. Lə Əliyyun Həkim. Pəs Qur'an yuxarıda budur. Ona görə Qur'an adi kitablarla fərqi var. Qur'anın qəddləri var. Bunu istəydim deyim. Dərəcələri var. Dərəcələri vardır. Qur'anın bir dərəcəsi ləfsi dərəcəsidir, söz dərəcəsidir. İnsan biraz o paçlaşsa, biraz təmizləşsə, getsə biraz yuxarıya, Qur'anın o həqiqi ülvi dərəcəsi ilə də, həkimlik dərəcəsindən də daha çox tanış olar. Ona görə tənha təhrif olunmamış Allahın kəlamıdır ki, bizim əlimizdədir. Tənha əmanətdir ki, Allahın vəhyindən təhrif olunmayıbdır və Allah-u Teala bizə bunu saxlayıbdır. Özü də belənci. Lə-Əliyyun Həkim. Bu da bir ayə ki, Qur'an bizə buyurubdur. Digər ayə ki, Qur'anda vardı, o da budur ki, Allah-u Teala bir ayədə buyurur ki, biz bu Qur'anı tədricən nazil edirik bəşərə. Niyə Qur'an tədricən nazil olub? Bir daha dəffi deyir, bir daha tədric. Dəfini Peyğəmbərə nazil edibdir, bəşərə yox ki. Bəli, Peyğəmbər. Amma bəşərə nə cür nazil olubdur? Tədric. Tədrici nazil olubdur. Niyə bir cür nazil olubdur? Hətta Surə-i Furqanda Allah-u Teala bir cərəyanı nəql edir. Deyir, gəlirlər etiraz edirlər ki, Tevrat bir dəfəlik nazil olubdur, İncil bir dəfəlik nazil olubdur ki, niyə Qur'an cümlətən vahidə nazil olmayıbdır? Cümlətən vahidə yəni mənə? Dəf'i bir yerdə. Bir yerdə, hamısı bir yerdə nazil olmayıbdır. Allah-u Teala orada bir nüktə buyurur. O da incə sözdür. O da budur ki,
Quran bu xatirə ki, insanı hadisələrdə tərbiyyət eləsin və Peyğəmbərin əli boş qalmasın. Peyğəmbər həmişə bilsin ki, vəhiydən biləsinə kömək var. Düz. Ona görə Peyğəmbərin möhkəmləşdirmək üçün qəlbi, insanları hadisədə tərbiyyət eləmək üçün Quran nazil olubdur. Bunun mənası nədir? Bir sual var, bir alim soruşur. Quran gülxanadır ya aptekdir? Aptek. Bunun mənası budur ki, Quran aptekdir. Bəli. Bunun mənası budur ki, biz cəmiyyət olaraq ya şəxs olaraq gərək öz dərdlərimizi Qur'ana görsədək, Qur'andan ona nə mən alaq? Dava alaq, dərman alaq. Dərman nə? Fiziki xəstəliklərə, Bəli. qriplığa, yaxud mənəvi xəstəliklərə ki, bizdə var və cəmiyyətdə var. Bəli. Mən indi həsudam, pəxidəm, egoistim var, təkəbbürüm var. Quran bunu nə cür həll eləyir məndə? Onu gəl ayələrinə baxaq ki, Quran mənə nə cür mənim təkəbbürüm istəyir müalicə eləsin. Bir cəmiyyətdir, o cəmiyyətdə təfrəqə var. Quran o təfrəqə istəyir nə cür ayələrində həll eləsin. Qurana bu cür yanaşmalıyıq. Pəs Quranın bir qəraəti var, oxumaq məsələsi. Bu mərhələ qəraətdən yuxarıdır. Bu mərhələ Quranla sən üzbəyiz olsan, bir sənin kitabın kimin. Üzbəyiz olsan, Quran səni hidayət kimin. Quran həm Qurandır, həm hidayətdir. Hidayəti mənim xəstəliyimə uyğundur. Deyir ki, sən nəyə pəxilsən başqasına? Sənin birinə misallığında. Deyirsən, onda var, məndə yoxdur. Deyirsən, bil ki, xəzain hər şey mənim əlimdədir. Ona ki, vermişik, bir qədərim məlumdur. Müəyyən bir qədərdir. Məsələn, dəniz məndədir, onun əlində istikandır o dənizdən. Sən mənlə əlaqədə olsun, dənizin hamısı səndəndir. Yəni, sən hətta pəxil də olsun, istəyirsən hər zat sənin olsun, gərək kimlə əlaqədə olasan? Xəzinə sahibi ilə. Onunla üzbəyiz olmaqla sən bir dənə nəhayət istikana yetişəsən. O məhdud, müəyyən bir rezqə ki, ona vermişik. Onun rezqini niyə əlindən alsan? Özünün rezqin bu xəzinədən vardır. Nə qədər bu xəzinədən rezq ala biləsən? Mənim həsadətim gedir. Əgər doğrudan dərk eləyə bilsən bu məsələni ki, xəzinə Allahın yanındadır. Özdə hər şeyin xəzinəsi. Quran demir bir dənə məsələnin xəzinəsi, elmin xəzinəsi, qudrətin xəzinəsi, məhbubiyyətin, şöhrəti, hər zat məndədir. Mən eləyə biləm sənə məhəbbət insanların qəlbində yarada. Quran deyirsən, paç olsun, məndən olsun, insanların qəlbində sənin məhəbbəti deyirəm, yerləşdirir. Niyə sən onu bunu qeybət eləməklə istəsən məhəbbət yığasan? Görürsən, burada istəyir insanın həsadətini, insanın həsadətin davamında hərəkətlər içəliyir, nalayiq müalicə eləsin. Deyir, biraz tohid ilə tanış ol, xəzain ilə tanış ol, onda məsələyi həsadətin öz-özünə həll olar. Çox gözəl ustad, Allah razı olsun. Təqribən vaxtımız tamamdır. Birinci hissə inşallah fasilədən sonra davam edəcək. Dəyərli tamaşaçılar, xatırladım ki, siz Hidayət Çeşməsi verilişinə canlı olaraq baxırdınız. Fasilədən sonra verilişimiz davam edəcək. Bəli, dəyərli tamaşaçılar, fasilədən sonra verilişimiz davam edir. Xatırladım ki, siz Hidayət Çeşməsi verilişinə canlı olaraq baxırsınız. Ustad, icazənizlə suallara başlayaq. Salam, Ali İmran surəsinin 18-ci ayəsində buyurulur ki, Allah ədaləti bərqərar edərək yaranış aləmində vahid nizam yaratmaqla özündən başqa heç bir məbudun olmadığına şahidlik edir. Burada Allahın ədaləti nə deməkdir? Ali İmran 18. Orada buyurur ki, Allahın tohidinə 3 qrup şahiddir. Yəni, şəhadət verir, Allah təhid. La ilahə illəllaha şəhadət verir, məbudi yoxdur Allahdan başqa. Kim? Şəhidəllah. Biri Allahdır. Amma Allahın şəhadəti nədir? O böyük bir təfsir ehtiyacı var. Biz elə bu kanalda Tohid Quranda neçə dənə bu ayə məni eləmişik. Bu ayə şəhadət söz şəhadətidir, ya əməl şəhadətidir. Allahın
öz təhliğinə şəhadətin mənası nədir? Yəni Allah nə cür öz təhliğinə şəhadət verir? O təfsirlərə baxsınlar. Pəs şəhadət verir Allah öz təhliğinə. Mələklər şəhadət verirlər Allahın təhliğinə. Bir də şəhadət verir Allahın təhliğinə ulul elm. Elm sahibləri. Amma şəhadət nə halda olmalıdır? Nə halda usta? İnsan gərək ədalətli şəhadət verir. O halda ki Allah-u Muteal ədalət üstündədir. Bu qaimən bil qist şəhadətə qeydirir. Yəni şəhidəllah o halda ki qaimən bil qist. Allah bu şəhadətində ədalətli şəhadət verir. Nəinki şəhadətində indi bəzi yerlərdə görsən bir nəfər məhkəməyə aparırlar, şəhadət verirsin, bir pul verirlər, deyir, yalan şəhadət verir. Deyir, yox, Allah-u Muteal ədalətlə şəhadət. Pəs burada ədalət bəhsi şəhadətə aiddir. Ayrı bir zada aiddir. Səsli sualımız var. Salam aleyküm, hər vaxtınız xeyirli olsun. Nömrənizi Instagramdan götürmüşəm. Yəni belə bir şəri sualım var. İnşallah Allahın izni ilə kömək edərsiniz. Yəni ki, bir insan namaz qılanda 3-cü, 4-cü rükətdə həmişə təsbihət ərbəni deyir. Yəni ki, həmişə onun dediyi bu olur. Bilmədən, yəni ki, fikri yayınır, 3-cü rükətdə Fatihə surəsini başlayır oxumağa. Bu halda, yəni Fatihə surəsinin deyim ki, 3-cü rükətində əgər yadına düşürsə, gərək təsbihət ərbəni oxumalı idi, amma oxumur. Davam eləyirsə namazına Fatihənin 3-cü rükətdə Fatihə surəsini oxuyub bitirir, 4-cü rükətdə yenə də təsbihət ərbəni oxuyur. Belə halda, yəni vəzifəsi nədir həmən şəxsin? Ya da ki, dayandırmalıdır 3-cü rükətdə həmən oxuduğu Fatihə surəsini. Yenə də təsbihət ərbəyinə davam etməlidir. Yəni mənə deyirlər ki, əgər bilə-bilə dayandırmırsansa, davam edirsən Fatihə surəsini 3-cü rükətdə, 4-cü rükətdə təsbihət ərbəni yenə oxuyursan, belə halda namazın batil sayılır. Xahiş edirəm bu suala aydınlıq gətirəsiniz. Yəni Sistani ağanın müqəllidiyəm. Yəni istəyərdim həm Xəmeyni ağaya görə, həm Sistani ağaya görə. Əgər mümkünsə sualı cavablandırarsınız. Yəni inşallah fikrimi sizə çatdıra bildim. Bəli, təşəkkür edirik. Allah razı olsun. İnsan 3-cü rəkətdə eləyə bilər. Təsbihət ərbə oxusun, eləyə bilər, Fatihə oxusun. Amma niyyət ilə. Niyyətsiz olmazsa, mən elə 3-cü rəkətdə başlayam Fatihəni deyəm və 1-ci rəkətə. Yox, onu demir. Bilir 3-dədir. Bilir 3-də, yox. Bilir 3-də Fatihə deyir, mən səhvən oxudum. Fatihəni yəni 3-də ola, bilir 3-dədir. Səhvən yəni təsbihət ərbəyinin yerini oxuyub. Bilirəm, bilib əvvəldə Bismillahı başlayıbdır, Fatihə oxuyub ya bilməyibdir? Bilib. Əgər bilib 3-cü rəkətdədir, Bismillahı oxuyub, onda o Fatihəsi düzdür. Amma bir də bu da ki, yox. 3-də onu oxuyub, 4-də qayıdıb təsbih. Eybi yoxdur, o da heç işgalı yoxdur. Amma əgər insan bilməyən, yəni 3-cü rəkətdə, məsələn, bir ayrı misal deyim də, heç bilmirdi 3-cü rəkətdə Fatihə olar. Bu yadından çıxdı, təsbihət ərbə əvəzinə nə oxudu? Fatihə. Sonra ortada yadına düşdü ki, mən axı təsbihət ərbə oxuyacaqdım. O Fatihədə niyyəti 3-cü rəkət oxumayıb ki, bunda ya qeydə gərək əvvəldən Fatihəni oxuya, ya da qeydə əvvəldən nə oxuya? Təsbihət. Çünki o Fatihə oxuyubdi, 3-cü rəkət niyyətinə oxumayıbdı. Amma əgər bu soruşanın məqsədi budur ki, mən bilirdim 3-cü rəkətə və Fatihəni oxumağı başlamışdım, elə 3-cü rəkət olaraq, eybi yoxdur, davam verməlidir, 4-cü rəkətdə də dəxli yoxdur. Belə deyək ki, 3-cü rəkətdə nə oxudun, 4-cü rəkətdə gərək oxudun. Bəli, çox gözəl. Salam, mən hicab bağlamaq istəyirəm, amma təhsil aldığım üçün bunu edə bilmirəm. Bu günah sayılırmı? Əgər insan bir yerdədir ki, məcburdur, məsələn, dərs oxusun və bəzən müsəlmanlar gərək elmli olsunlar. Lakin şərait bir nə odur ki, bu istəsə bəzi qaidələr icazə vermir buna. O qədər ki, bacarır gərək hicablı ola. Yəni, əgər məsələn, universitetin qapısınacan bacarır,
gərək hicablı ola. Ya məsələn, mümkündür sinifə buraxmırlar, universitetin həyətində işləri yoxdur, gərək hicablı ola. O qədər ki, bacarır, gərək hicablı. İcablı olur. Bəli. Növbəti səsli sualımız var. Qulaq asaq. Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala Resulillahil amin. Esselamu alal Hüseyin ve ala Ali ibnül Hüseyin ve ala evladil Hüseyin ve ala ashabul Hüseyin. Salam, hər vaxtınız xeyir olsun. Aleyküm Əziz salam. və hörmətli Hadi TV-nin bütün əməkdaşları. Allahın salamı olsun sizə. Allah sizin xidmətinizi ən ali dərəcədə qəbul eyləsin. Təşəkkür Çox gözəl ederim. verilişləriniz var. Çox gözəl tədbirlər görürsünüz. İnternet üzərindən hamısını izləməkdik. Allah sizləri 12-ci imamımızın inşallah sadiq, siddiq xidmətçilərindən qərar versin. Amin inşallah. Təşəkkür. Bu da bizim şeirlərimiz də Allahın lütfüdür. Əbu Abdullah İmam Hüseyin ağanın şəninə çalışırıq əlimizdən gələn qədər xidmət eləyək. Bu da bizə lütf olunan şeirlərdir. İstədim təqdim edeyim sizlərə. Əgər xoşhal olsanız, nə xoş bizim halımıza. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Təşəkkür edirik. İnşallah başqa fürsətdə şeirinizə qulaq asarıq. YouTube-dan sual veriblər. Sualım belə idi ki, ustadlar, mən qadınam, yaxınlarda qohum toyu olacaq, amma dinə uyğun toy deyil. Qadın kişi bir yerdə olacaq, içki olacaq. Bilirəm ki, mən də getməməliyəm. Bilirəm ki, məni də getmək üçün məcbur edəcəklər. Mən yalan deyim həmən toya getməmək üçün. Əvvələn bu məcbur edəcəklər biraz Təhlükəli sözdür. yəni demək olar ki, tam düz söz deyil. Yəni Bəli. insanı məcbur etsinlər, aparsınlar toya, utandıracaqlar, aparsınlar. Bəli. Üzdən gözdən salacaqlar O usta. olar, amma məcbur o mənaya deyil. İnsan edə bilər, bir bahana getsin, getməsin. Bahanada lüzumu yoxdur yalan danışsın. Aha. Ümumi bir işim oldu. İnsan həmişə iş olur da. Bəli. Bir iş oldu. Yaxın toydu da ona görə. Hər halda bu bir məsələsi də var ki, bu ən yaxşıdır. O da budur ki, toydan əvvəl gedə hədiyyəsini də verə, özdə yaxşıdır, təbrikini də deyə və başa sala ki, mən Allahın hökmü üçün bu işi görmürəm. Sizin toyunuzu da sevirəm, sizin bu mübarək işinizdə təbrik istəyirəm, amma bu bir növ təbliğdir də dini. Mədəni yolla təbliğdir dini. Və bundan da Yəni Allaha görə gəlmirəm. Özümə görə deyil. Bu ən yaxşı variant da budur. Çox gözəl ustad. Allah razı olsun. Növbəti səsli sual dinləyək. Selamun aleyküm. Hər vaxtınız xeyirli olsun. Allah ömrünüzə, elminizə bərəkət versin inşallah. Təşəkkür edirəm, təşəkkür edirəm. Ağa Muhammed Baqir Sayvar ağaya bir sual soruşmaq istəyirəm. Qulla bəndənin fərqi nədir? Biz Allahın qullarıyıq, yoxsa bəndələriyik? Yəni məxluqat Allahın quludur, yoxsa bəndəsidir? Çox sağ olun, təşəkkür edirəm. Allah razı olsun sizlərdən. Bəli, biz təşəkkür edirik. Allah sizləri qorusun. Bəli. Qulla bəndə eyni mənayadır. Biri türküdür, biri farsıdır. Bəli. Bəndə farsı kəlmədir, qul nədir? Türkçü kəlmədir, azəri kəlmədir və əbd də ərəbi kəlmədir. Bunlar hamısı eyni mənayı. Biz Allahın həm quluyuq, həm bəndəsiyik, həm əbdiyik. Əbdiyik. Bəli. Salam axşamınız xeyir ustadlar və Hadi TV əməkdaşları. Mən kişiyəm, adım İsmaildir. 17 yaşım var. Mən məktəbdə biologiya müəlliminə necə sübut edə bilərəm ki, insan meymun təkamülü nəticəsində əmələ gəlməyib də, belə deyək. Bu barədə İslam aləmində çoxlu kitablar yazıblar. İnsan yaranışı bəhsində. Yəni insan yaranışı bəhsində səhv etməsəm də tərcümə də olunubdur bəzi bu kitablar. Azəri dilədə. Baxın, bu təkamül nəzəriyyəsi bir fərziyyədir.
Bəli. Yəni bir subut olunmayıbdır. Bu iki tapıblar sümüklər, insan sümüyü bu neçə yüz il, neçə min il bundan əvvəl, milyon il bundan əvvəl bu subut eləmir ki, bu proses haman insandır. Yəni biz deyirik, biz insan nəsli Adəmdən yaranıbdır, Adəm də torpaqdadır. Amma biz inkar eləmirik ki, bu aləmdə fəqət elə bizuq. Düz. O subut edir ki, bir sıra insanlar, varlıqlar insan formasında əvvəllər var idilər. O bizə nə dəxli vardı? Bunun deyə ardıcıllığını ispat eləyəsən. Ki ora qayıdır. Ki Biz ora qayıdırıq. Biz ora. Onu heç kim ispat eləyənməyibdir. Yəni bu ki biz geçmiş sümükləri, belənçi bir varlıqlar var idi bir zamanı, əlaqələndi. Biz insan barəsində onu bilmirik. Bizim nəslimiz insan barəsində. Amma biz bu təkamül nəzəriyyəsini demirik ki, dinə ziddi sözdür. Təkamül nəzəriyyə, məsələn, deyənin, o Darwin özü Allaha inanan idi. Bəli. Darwin özü Məsih idi də. Məsih idi, Allaha inanırdı əslən. Əslən, bir ayrı bir bəhs edeyim. Rəssam bir dənə rəsmi çəkilibdir. Bəli. İndi rəsmin nədir rəsmi? Sən də baxmısan bu rəsmə, mən də baxmışam. İndi 10 ildən sonra ikimiz də bu rəsmi barəsində danışırıq. Sən deyirsən, bu rəsmi ki mən görmüşdüm, bunun haşiyələri qırmızdır. Deyəm, yox, sən səhv edirsən, bunun haşiyələri yaşıl idi. Bu rəsmi barəsində ixtilafımız vardı. Amma ikimiz də bilirik, bunu rəssam çəkibdir. Bəli. Aləmin bu rəsmində bəhsi var. Rəssamında bəhsi yoxdur ki. Proses nə cür yaranıbdır insan, o Darwinin nəzəriyyəsindədir. Bu proses növlər, yəni məxluqlar bir-birinə bağlı olaraq yaranıbdır. Sadədən mürəkkəbə və gəlib insan olub. Zahir Quran budur ki, yox. Məxluqlar, növlər birbaşa arası ayrı-ayrı yaranıb. Bir-birinə əlaqəsi yoxdur. Bu rəsmin bəhsidir. Amma hər ikisi də çün nəzmilidir, hər ikisi də çün intizamlıdır, ehtiyacı var nəyə? Rəssama. Rəssam bəhsi ayrıdır. Bəzilər fikirləşirlər və biz Darwinin nəzəriyyəsini götürsək də Allaha ehtiyacı yoxdur. Elə bir sən rəsmi ayrı model deyirsən. Mən rəsmi ayrı modeldir. Mənim sözüm məsələn bu rəsmidə deyil ki. Mənim sözüm budur ki, bu rəsmi hər nə formadır, rəssama ehtiyacı var. Bəli, çox maraqlıdır usta. Gözəl yanaşma idi, təşəkkür. Salam, deyirlər insanın ruhiyyəsi yeməkdən asılıdır. Bu düz fikirdir. Yeməcində təsiri var. Yox, bu baxın mütləq bu forma sözlər düz söz deyil. Amma onun da təsiri var. Baxın insanın ruhiyyəsində psixoloji məsələlərdə təsiri var. Yeməcdə təsiri vardır. İşinin də təsiri var, insanlar içi cəmiyyətdə onlarla ünsiyyəti var, təsiri var. Bu bir psixoloji bəhsidir ki, məndə nələr təsiri olar. Narahat olam, ya rahat olam. Bu bir dana səbəbli bəhslər adətən çaşdırıcı bəhsidir. Elə həm cəmiyyətdə, həm şəxsi. Məsələn, bir dana cəmiyyətdə bir problem var, sən fəuri bir dana ona səbəb axtarırsan. Adətən cəmiyyət hadisələri mürəkkəbli səbəblərlə bir yerdə baş tutar. Düz. Salam, axşamınız xeyir, ustadlar və HDTV əməkdaşları. Bəli, bu sualı həm YouTube-da verib, həm belə şəxsimizə də göndərib, oxudum sualı. Ustad, dua edərdiniz inşallah, sonunda biz də bir amin deyək inşallah. Allahdan istəyirik bizi Qur'ana, Əhl-i Beytə əməl edənlərdən, onların sözlərinə baxıb, onların dedikləri ilə yaşayanlardan qərar versin. Amin inşallah. Allah razı olsun. Mən də öz adımdan, veriliş adından sizə dərin təşəkkürümü bildirirəm ki, dəvətimizi qəbul edib gəldiyinizə görə. Belə, dəyərli tamaşaçılar, bizə ayrılan vaxt burada tamam olur. Allah amanında gecəniz xeyrə qalsın.